gənc, təhsilli, enerjili, demokratik düşüncəli bir Azərbaycanlı da həyatını bitirdi. Ona görə ki, o bu ölkədə dəyişiklik istəyirdi. Ona görə ki, qul olmaq istəmirdi. Ona görə ki, mübarizə aparıb dara düşmüş gəncləri tək qoymaq istəmirdi. Və buna görə məhv edildi. Əlbəttə ki, bir gün gələcək ki, rejimin bütün açılmamış cinayətləri kimi bu cinayətin də üstü açılacaq. Artıq dostları tərəfindən görülmüş, artıq cəsədi görülmüş insanın ölümünü dandılar. Kamerasında sağ-salamatdır kimi absurd açıqlamalar verdilər. Yalnız ictimaiyyətin israrından sonra bu ölümü etiraf elədilər. Sonra da xəlvətcə cəmiyyətdən təcrid eləyərək gəlib burada tələm-tələsik dəfn elədilər. Mən bu ölümün cəmiyyətdən axıra qədər gizlədilə bilmədiyi üçün, bu cinayətin qismən olsa, heç olmasa açılması üçün göstərdiyi fədakarlığa görə hüquq müdafiəçisi Oqtay bəyə təşəkkür edirəm. Oqtay bəyin bu işdə çox böyük rolu oldu. Bütün dünya bilir ki, bu bir siyasi ölüm işidir. Demək, hakimiyyət nail ola bilmədi. Örtbasır eləyə bilmədilər bu cinayəti. İstəyirdilər ki, onun yasına heç kim gəlməsin. Onun ölümündən heç kim xəbər tutmasın. Amma sizlərin sayəsində, millətimizin haqqa dayaq olan övladlarının sayəsində bu işdə baş tutmadı. Və mən sizin hamınıza təşəkkür edirəm ki, siz bu siyasi məhbus və kimsəsiz olmağa qoymadınız. Kimsəsizə kimsə olmaq nər kişinin işidir. Sizlər nər kişilərsiniz. Sağ olun ki, gəldiniz. Biz bir yerdə sonuncu borcumuzdan çıxaq və hər kəs Azərbaycanda bilsin ki, düzdür, haqqın nazildiyi məqamdır. Amma üzülməyəcək inşallah. Çünki Azərbaycanlıların içində bir haqq-ədalət sevgisi var. Və biz bütün əzilənləri bütün vasitələrlə müdafiə eləməkdə davam edəcəyik.